Avqustun 11-də Cənab Prezident və 1-ci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına işgüzar səfərdə oldular və burada önəmli açılışların, təməl qoymaların və baxışları həyata keçirdilər. Deyə bilərik ki, Muxtar Respublikada mədəniyyət, turizm, yol infrastrukturu, logistika və bu kimi iqtisadi və digər sahələri əhatə edən önəmli açılışlarda iştirak etdilər. Bəli, danışacağıq bugün məhz Cənab Prezidentin Naxçıvana 17-ci səfərindən və səfər çərçivəsində görülmüş işlərdən, eyni zamanda Naxçıvan Dövlət Universiteti üçün əhəmiyyətli proseslərdən. Xoş gördük, hörmətli tamaşaçılar. Mövzu ilə bağlı qonağımız Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevdir. Elbrus müəllim, xoş gördük. Xoş gördük. Elbrus müəllim, ilkin olaraq Cənab Prezidentin məhz Naxçıvana səfərindən, 17-ci səfərin əhəmiyyətindən danışaq. Hansı ki, biz qeyd elədik, önəmli açılışlar həyata keçirildi. Energetika, təhlükəsizlik məsələləri gündəmə gəldi. Yol infrastrukturu, logistika, Naxçıvanın beynəlxalq hub kimi bir rolu bir daha gündəmə gəldi və bu tarix baxımından baxsaq məsələyə bir çox dönəmlərdə belə proseslər baş verir, hansı ki dönüş nöqtələri hesab olunur bunlar və nəzərə alsaq ki, bugün Zəngəzur dəhlizi məsələsi və digər bu kimi önəmli prosesləri, hansı ki 92-ci ildə də məhz Naxçıvanın belə çətin bir prosesi var idi, Ümid Körpüsü məhz Naxçıvan üçün önəmli bir prosesi çevrildi. Bugün də hansı ki elə bir mərhələnin astanasındayıq. Buyurun. Çox sağ olun. Mən də öz növbəmdə bütün tamaşaçıları salamlayıram, Nicat müəllim və qeyd etdiyiniz kimi son günlər, yəni avqust ayının 11-dən sonra bütün ölkə ictimaiyyəti, xüsusilə Naxçıvan insanları məhz həmin tarixi səfərin yüksək təəssüratını yaşayır və hər kəs bu səfərə çox böyük ümidlər bəsləyir. Ona görə ki, 11 avqust səfəri Cənab Prezidentin Naxçıvan Muxtar Respublikasına 17-ci səfəri olmasına baxmayaraq, bu dəfəki verilən mesajlar və Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf perspektivlərinin bağlı bir çox məqamların aydınladılması, bir çox sualların, cavabların tapması baxımından ictimaiyyət tərəfindən çox böyük rəğbətlə, çox böyük ümidlə qarşılanıb və Cənab Prezidentin, Vitse-Prezident Mehriban xanım Əliyevanın Naxçıvana səfəri çərçivəsində həyata keçirdikləri açılışlar, təməl qoyma mərasimləri və ən mühümü Cənab Prezidentin Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədəki səsləndirdiyi fikirlər əlbəttə ki, Naxçıvanın gələcək geostrateji, iqtisadi önəmini, öz potensialının artıq regional bir gücə çevrilməsi imkanlarını aydın şəkildə ictimaiyyətin diqqətinə çatdırdı. Təbii ki, Naxçıvan Muxtar Respublikası tarixin bütün dövrlərində ulu öndərimizin və onun davamçısı olan Cənab Prezidentin yüksək diqqət qayğısı ilə əhatə olunub. Naxçıvan bilirsiniz, taleyin hökmü ilə Azərbaycanın əsas hissəsindən aralı düşüb və bu blokada Naxçıvan Muxtar Respublikası üçün tarixən böyük çətinliklər yaradıb. Blokadanın verdiyi çətinliklər Naxçıvan Muxtar Respublikasının inkişafına əngəl törədə bilməyib. Ona görə ki, həm ulu öndərimizin Naxçıvanın ən çətin dövrlərində Naxçıvana qayıdışı, Naxçıvandakı həyata keçirdiyi tədbirlər, həm Naxçıvandakı vəziyyətin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından, həm qısa vaxtda Naxçıvanın ərzaq, enerji təhlükəsizliyi baxımından ciddi dəstəyin alınması və bu problemlərin aradan qaldırılması istiqamətində ulu öndərimizin atdığı addımlar, bütövlükdə Azərbaycanın bugünkü gələcək taleyi ilə bağlı bir sıra mühüm qərarlar məhz 90-cı illərdə Naxçıvanın o çətin şəraitdə, o blokadada və müharibə şəraitində olan bir coğrafiyada ulu öndərimizin liderlik gücünü, qətiyyətini bir daha dünyaya nümayiş elətdirmiş oldu və ondan sonraki dövrlərdə də Naxçıvan hər zaman ulu öndərimizin diqqətində olubdur. Naxçıvanın abadlaşması, müasir infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvan insanlarının sosial rifah vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış bütün addımlar Naxçıvanın məhz bugünkü inkişaf səviyyəsini şərtləndirdi. Cənab Prezidentin vaxtaşırı səfərləri, qeyd etdiyim kimi 17 dəfə Naxçıvana ölkə başçısı kimi səfəri hər səfərdə Naxçıvan Muxtar Respublikasının simasını dəyişib, Naxçıvan Muxtar Respublikasında yeni layihələrin icrası üçün böyük maliyyə Naxçıvan imkanları qazanıb və Naxçıvanın siması dəyişib. Naxçıvan bugün bizim belə fəxrlə, qürurla adını çəkdiyimiz ölkəmizin
gözəl diyarlarından birinə çevrilibdir. Əlbəttə ki, bu proses ölkə rəhbərinin hər zaman diqqətində olub və cənab prezidentin Naxçıvan Muxtar Respublikasına diqqətini, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi təmin olunub, Naxçıvan Muxtar Respublikasının enerji təminatı ilə deməli öz imkanları ilə istifadə edərək təbii imkanlarından Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji layihələri icra olunub və bütün bunlar Naxçıvan Muxtar Respublikasında həm yol infrastrukturunun, həm sosial layihələrin icrası, həm yeni iqtisadi imkanların yaradılması Naxçıvan Muxtar Respublikasını qoruyub, həm təhlükəsizliyini təmin edib və bugünkü inkişaf səviyyəsinə gətirib. Və bu səfər isə Naxçıvan Muxtar Respublikasının tarixində, Naxçıvan tarixində yeni bir mərhələnin başlanğıcının əsasını qoydu və bu yeni mərhələ artıq Naxçıvanın təhlükəsizlik mühitindən iqtisadi dirçəliş, ölkəmizin dövlətdə regional strateji iqtisadi layihələrinin mərkəzində olan bir nöqtələrdən biri kimi cənab prezidentin bu səfəri bir daha bunu təsdiqlədi. Elbrus müəllim, çox üzr istəyirəm. Cənab prezident hər zaman vurğulayır ki, görünən çətinlikləri fürsətə çeviririk və bu fürsət artıq Naxçıvan üçündür. Hansı ki, blokada şəraiti Naxçıvanın inkişafına illərlə mane olubdur. Amma bu gün artıq beynəlxalq hava çevrilir Naxçıvan. Bəli, tamamilə düzgün vurğulayırsınız. Cənab prezident bu səfərindəki açılışlar və təməl qoyma mərasimləri heç təsadüfi deyildi. Bunlar gələcək Naxçıvanın iqtisadi, tranzit, nəqliyyat potensialını nümayiş elətdirən və gələcəyə perspektiv layihələrə istiqamətlənmiş böyük tədbirlərdir ki, məsələn, prezident qısa vaxtda bu qədər Naxçıvanın bütün sahələrini əhatə edən, həm təhlükəsizlik, həm iqtisadi, həm sosial rifah, həm digər humanitar layihələrin, dəyərlərimizlə bağlı, Naxçıvanın turizm imkanları ilə bağlı olan məsələlərin gündəmə gətirməklə Naxçıvanın əslində gələcək inkişaf konsepsiyasını bir daha ortaya qoymuş oldu və müvafiq təşkilatlar, ictimaiyyət və yeri gəlsə bizim beynəlxalq ictimaiyyətə geniş bir mesaj verildi ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi gələcəkdə bu regionda əsas aparıcı nəqliyyat, kommunikasiya və turizm potensialı olan bölgələrdən biri kimi bugün Azərbaycan dövlətinin xüsusi marağında, xüsusi strateji hədəfində olan bir bölgədir. Heç təsadüfi deyil ki, məsələyə cənab prezidentimiz Naxçıvan ərazisinin, Naxçıvan Muxtar Respublikasının təhlükəsizlik məsələsi ilə başladı. Yəni Naxçıvanın inkişafının birinci şərti hər zaman Naxçıvanın təhlükəsizliyi məsələsi olub. Bunun üçün də vaxtaşırı Naxçıvanın təhlükəsizliyi ilə bağlı çox ciddi mühüm addımlar atılıb. O cümlədən cənab prezidentin böyük dəstəyi ilə Naxçıvanda əlahiddə ümumqoşun ordu yaradılıbdır və bu səfər çərçivəsində də cənab prezidentin məhz ordu tərkibində yaradılmış yeni komanda briqadalarına təqdim etdiyi döyüş bayraqları və təqdim olunan yeni texniki imkanlar, texniki avadanlıqlar Naxçıvanın təhlükəsizliyin bundan sonra da gücləndirilməsi və davam etdirilməsi istiqamətində cənab prezidentimizin iradəsini bir daha ortaya qoymuş oldu və Naxçıvanın hərbi potensialı bundan sonra da gücləndiriləcək mesajı burada açıq-aydın göründü və bu təhlükəsizlik baxımından Naxçıvanın taleyi üçün çox mühüm addımlardan biridir. İkinci məsələmiz bilirsiniz Naxçıvanda enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı idi və burada da əsas başlıq bundan ibarətdir ki, Naxçıvan artıq enerji təhlükəsizliyi sahəsində enerji təhlükəsizliyindən enerji ixracına keçid mərhələsinə qədəm qoyur. Çünki bir neçə il bundan qabaq yenə də ölkə başçısının böyük diqqəti ilə Naxçıvanın bərpa olunan enerji layihələri ilə bağlı çox mühüm addımlar atılmışdı və bu addımların davamı olaraq bu dəfəki səfərdə artıq Naxçıvanın bərpa olunan enerji istehsal gücünün, generasiya gücünün artırılması ilə bağlı cənab prezidentin tapşırıqları və açıqlaması oldu. Naxçıvanda yaradılmış yeni sənaye parkında yeni istilik elektrik stansiyasının 300 meqavat gücündə artırılması və onun generasiya gücünün yenilənməsi ilə bağlı verdiyi tapşırıqlar o deməkdir ki, mövcud 200 meqavat gücün 1,5 dəfə artırılması məsələsi artıq burada
Naxçıvanın gələcək enerji ixrac potensialının formalaşmasından xəbər verən mühüm amildir. Çox üzr istəyirəm və nəzərə almaq lazımdır ki, Cənab Prezident səfərin ardınca sərəncam imzaladı. Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın gücləndirilməsi ilə bağlı məhz həmin sərəncamın içərisində də bir neçə su elektrik stansiyasının tikintisinin davam etdirilməsi məsələsi var idi. Yəni enerji məsələsi həm maliyyə baxımından diqqətdə saxlanılır, həm də digər təhlükəsizlik baxımından. Bəli, tamamilə doğrudur. Burada Naxçıvanın enerji potensialı şaxəli şəkildə inkişafı nəzərdə tutulur. Belə ki, həm istilik elektrik stansiyası sənaye parkının tərkibində. Bu model də yenidir. Yəni sənaye parkı və enerji istehsalı eyni mühitdə inkişafı. Bu da bizim model olaraq dünyaya təqdim elədiyimiz ən unikal modellərdən biridir. Burada deməli istilik elektrik stansiyalarının 300 meqavat gücündə artırılması qeyd elədiyim kimi mövcud potensialın, yəni 200 meqavat potensialın 1.5 dəfə daha artırılması deməkdir. İkinci, Naxçıvan enerji ixracatında, enerji potensialında istilik elektrik stansiyalarından bərabər qeyd elədiyiniz kimi günəş elektrik stansiyalarının fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsindən ibarət idi. Bunun üçün də bilirsiniz, Naxçıvanda günəş enerjisi potensialının ən azı 500 meqavat gücündə və hətta gələcəkdə 1000 meqavat gücündə artırılması tapşırığı verildi və bu da gələcəkdə Naxçıvan enerjisinin Türkiyə, İran və daha sonralar isə bu Türkiyə-İran üzərindən Avropaya ixrac potensialını tam təmin edə bilən bir güc, enerji gücü deməkdir ki, bu da Naxçıvanın bərpa olunan enerji potensialını bir daha nümayiş elətdirir. Eyni zamanda səfər çərçivəsində Şəms 1 və Qərbi Üfüq günəş elektrik stansiyaları üzrə işlərin və yeni hidroenerji layihələrinin davam elətdirilməsi istiqamətində verilən tapşırıqlar da qeyd elədiyiniz kimi həm su elektrik stansiyalarının, Naxçıvanın su resurslarından səmərəli istifadənin, həm günəş elektrik stansiyalarının, həm də istilik elektrik stansiyalarının deməli hibrid formada inkişafı gələcəkdə Naxçıvanın daha geniş, daha iri həcmli enerji ixracatçısı olan bir bölgə kimi imkanlarını şərtləndirən başlıca amillərdən biridir və beləliklə Naxçıvan artıq enerji alan bölgədən enerji ixrac edən bir bölgəyə çevrilməsi mesajı, çevrilməsi yolundakı strateji hədəfləri dəqiqləşdirildi və biz ümidvarıq ki, çox yaxın gələcəkdə Cənab Prezidentin bu diqqəti və qeyd elədiyiniz sərəncam, hansı ki bu sərəncamda 258 milyon vəsaitin Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər üçün ayrılıb və bu tədbirlər içərisində ayrılan vəsaitin bir hissəsi də məhz gələcəkdə enerji ixracı potensialının ağıllı idarə olunması, çevik idarə olunması və ixrac potensialının gücləndirilməsi üçün yeni infrastrukturların yaradılması üçün nəzərdə tutulmuşdur. Cənab Prezidentin səfəri zamanı əlbəttə ki, bizim hamımızın gözləntimiz Naxçıvanın və ölkəmizin bütövlükdə geniş mənada türk dünyasının ən böyük gözləntilərindən biri Zəngəzur dəhlizi, Zəngəzur koridoru ilə bağlı olan gözləntidir. Hansı ki, bu Naxçıvanın yeni strateji mövqeyini möhkəmləndirən, gücləndirən yüksək bir status kimi bizim gözləntimizdir. Əlbəttə ki, buradakı səfər zamanı aydınlanan, verilən suallara cavabdakı əsas qeyd olunan məsələlərdən biri ondan ibarətdir ki, artıq Prezidentin Zəngəzur dəhlizi təşəbbüsünün həm Azərbaycan təşəbbüsü kimi bir daha səsləndirilməsi və eyni zamanda TRIP layihəsinin icrasının başlanması dəhlizin artıq yalnız siyasi deyil, ideya olaraq deyil, həm də praktik bir mərhələyə keçdiyinin sübutu kimi ortaya qoyuldu. Siz qeyd elədiniz Zəngəzur dəhlizi məsələsini, Elbrus müəllim, burada nəzərə almaq lazımdır ki, hansı ki artıq Cənab Prezident bildirdi, məhz bu dəhliz təkcə nəqliyyat dəhlizi olaraq deyil və digər boru kəmərlərinin keçməsi üçün, enerjetikanın daşınması üçün də önəmli bir rol həyata keçirə bilər. Bəli, Nicat müəllim, çox düzgün vurğuladınız. Cənab Prezidentin çıxışı zamanı bir daha geniş ictimaiyyətə aydın oldu ki, qeyd elədiyim kimi artıq Zəngəzur koridoru sadəcə bir siyasi ideya deyil, Zəngəzur koridoru dəhlizi artıq praktik həldir və bu istiqamətdə geniş işlər aparılır. O cümlədən Zəngəzur dəhlizini əhatə edən Horadiz-Ağbənd yolunun təmir işini, dəmir yolunun təmir işinin davam etdirilməsi istiqamətində işlərin aparıldığı qeyd olundu və burada səsləndirildi Cənab Prezidentin çıxışında artıq Naxçıvana aid olan dəmir yolu məsafəsinin 194 kilometrlik məsafədə gələcəkdə
yük daşıma ötürücülük qabiliyyətinin 15 milyon tona çatdırılması planlaşdırılır. Bu da qoyulan hədəflərdən, qarşıya qoyulmuş strateji hədəflərdən biridir. Və orada da önəmli bir mesaj var idi ki, hansı ki, Şərq-Qərblə yanaşı Cənuba yeni bir xəttin açılması məsələsi. Yəni, bugün həqiqətən proseslər reallaşdıqdan sonra Naxçıvan artıq bir nəqliyyat hubuna çevriləcək. Çünki şimaldan, cənubdan, eyni zamanda şərqdən, qərbdən gələn yüklərin və sərnişinlərin daşınması üçün önəmli bir baza rolunu oynayacaq. Tamamilə düzgündür, vurğuladınız və Cənab Prezidentin bu Zəngəzur dəhlizi ilə bağlı verdiyi müsahibədə aydın görünən bu idi ki, ölkə başçısının Zəngəzur dəhlizi ilə bağlı planları, proqramları daha genişdir. Bu mənada ki, bu koridor sadəcə ənənəvi olaraq avtomobil və dəmir yolu nəqliyyatı kimi düşünülmür. Sizin qeyd etdiyiniz kimi bu həm rəqəmsal kommunikasiyalar üçün, həm turizm, həm logistika imkanları geniş olan yeni bir müasir dünyanın müəyyənləşdirdiyi qaydalara uyğun yeni bir dəhlizdən, yeni bir yoldan söhbət gedir. Hansı ki, o yoldan sadəcə avtomobil və qatar yolu yox, dediyim kimi rəqəmsal kommunikasiya, yəni fibrooptik kabellər, elektrik xətlərinin, eyni zamanda enerji daşıyıcı xətləri üçün spesifik bir dəhlizdən söhbət gedir və bu da artıq Naxçıvanın gələcək regional gücünü, logistik imkanlarını, turizm imkanlarını artıran ciddi səbəblərdən biridir. Təbii ki, tamamilə düzgün vurğuladığınız kimi, beləliklə bu dəhlizin açılması Naxçıvanda Azərbaycanın ən yeni nəqliyyat mərkəzlərindən birinə çevirəcək Naxçıvanı. Belə ki, bu dəhliz, Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın digər bütün rayonları ilə bağlamaqla yanaşı, eyni zamanda bu dəhliz vasitəsilə çox düzgün vurğuladığınız kimi şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizinə Naxçıvanın çıxış imkanlarını artıracaqdır. Bilirsiniz ki, bu çərçivədə eyni zamanda Zulfa-İran dəmir yolu xətti vasitəsilə Naxçıvanın şimal-cənub nəqliyyat kommunikasiyalarına qoşulmağı məsələsi də buradakı prioritetlərdən biridir. Və qeyd etdiyim kimi, burada ən böyük məsələlərdən biri Naxçıvanın yeni iqtisadi fəallığı və iş yerlərini artırmaq üçün buradakı nəqliyyat daşınma yükünün həcminin 15 milyon tona çatdırılması məsələsi burada perspektiv məsələlərdən biridir və Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevrilməsi Cənab Prezidentin çıxışının, müsahibəsinin əsasını təşkil edir. Yəni, buradakı qeyd etdiyim kimi nəqliyyat imkanları Naxçıvanı doğrudan da həm geostrateji baxımdan coğrafi üstünlüyünü təmin edəcək, həm də eyni zamanda Naxçıvanı əvəzolunmaz bir nəqliyyat mərkəzinə, nəqliyyat kommunikasiya qovşağına çevirə biləcəkdir. Elbruz müəllim, kənd təsərrüfatı ilə bağlı önəmli istiqamətlər qeyd olundu və eyni zamanda sənayeləşmə ilə bağlı önəmli belə deyək, təməl qoyma prosesi həyata keçirildi. Hansı ki, sayca 9-cu artıq sənaye parkının təməl atması baş tutdu Naxçıvanda Cənab Prezidentin iştirakı ilə. Gələcək perspektivdə nələr vəd edir Naxçıvana bunlar? Əlbəttə ki, sənayeleşmə bu səfərin əsas məğzini, əsas mahiyyətini təşkil edirdi. Ona görə ki, sənayeleşmə gələcəkdə Naxçıvanda iş yerlərinin yaranmasının əsasını təşkil edəcəkdir və yeni sənaye parkının təməlinin qoyulması Naxçıvanın gələcəkdə sənaye yönümlü layihələrdə aktiv bir fazaya keçidini şərtləndirən başlıca amillərdən biri oldu. Təbii ki, bu sənaye parkı ölkəmizdə Sumqayıt sənaye parkından sonra ikinci ən geniş profilli sənaye parkı kimi fəaliyyət göstərəcək. Bu sənaye parkı sadəcə bu istehsal yönümlü sənaye parkı olmayacaq. Bu sənaye parkının yaradılması Naxçıvanda ixrac yönümlü yeni innovativ layihələrin icra olunmasını şərtləndirən ən böyük müəssisə kimi Naxçıvanın taleyində, eyni zamanda məşğulluğun təmin olunmasında və Naxçıvanın mövcud resurslarının dünya bazarlarına təqdim olunmasında bu sənaye parkının çox böyük əhəmiyyəti olacaqdır. Qeyd elədiyiniz xüsusda kənd təsərrüfatı sahəsinin də paralel inkişafı hələ bir neçə ay bundan öncə Cənab Prezidentin imzaladığı yenə xüsusi bir fərmanla deməli, qarşıya mühüm vəzifələr qoyubdur. Bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı həm suvarmanın yeni müasir suvarma sistemlərinin yaradılması, həm eyni zamanda əkinə yararlı torpaq sahələrinin
suvarma ilə təmin olunması, əkin dövriyyəsinin artırılması və yeni meliorativ tədbirlərin həyata keçirilməsi üçün cənab prezidentin verdiyi tapşırıqlar və sərəncamlar yaxın gələcəkdə Naxçıvanda kənd təsərrüfatı, yəni aqrar sektorunda inkişafını şərtləndirən başlıca amillərdən biri kimi bugün gündəmə çıxmışdır. Aydındır və digər istiqamətlər var idi burada, hansı ki danışa bilərik sosial sahənin inkişafından və bu istiqamətdə atılan addımlardan. Sadə primitiv bir məsələni qeyd edəcəm mən burada, hansı ki nəqliyyat xəttinə yeni avtobusların buraxılması sadəcə 222 nəfərin məşğulluğunun təmin olunması deməkdir. Artıq baş verən proseslər həm də məşğulluğun təmin olunması deməkdir. Eyni zamanda dost mərkəzinin açılması, əhaliyə xidmətin yüksəldilməsi kimi qiymətləndirilə bilərmi Elbrus müəllim? Tamamilə düzgün vurğuladığınız kimi cənab prezidentin həm çıxışında, həm imzalanan bütün sənədlərdə əslində yekun nəticə, hədəf bundan ibarətdir ki, bu iri layihələr, bu makroiqtisadi layihələr ümumilikdə nəticə olaraq əhalinin sosial rifahını dəyişməlidir. Əhalinin hər birinin həyat səviyyəsinə təsir göstərməlidir. Cənab prezidentin əsas bu layihələrdə məqsədlərindən başlıcası bundan ibarətdir ki, bu böyüklükdə makroiqtisadi layihələr gələcəkdə Naxçıvan əhalisinin sosial rifahına müsbət təsir göstərsin, məşğulluğu təmin eləsin, məskunlaşmaya dəstək olsun və burada gələcəkdə Naxçıvanın yeni iş yerləri ilə, Naxçıvanlı gənclərə yeni iş müəssisələrinin açılmasını təmin edə bilsin. Ona görə də bu sosial layihələr və bu səfər çərçivəsindəki sosial layihələr Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafının əsas dayağı kimi qiymətləndirilməlidir. Çünki dediyim kimi burada başlıca məqsəd bu layihələri icra eləməkdə əhalinin sosial rifahının artırılmasıdır. Qeyd elədiyiniz kimi təkcə elə bir səfər çərçivəsində Naxçıvanda bir gündə nə qədər cənab prezidentin səfəri zamanı nə qədər iş yerləri açıldı. Bunlar həm nəqliyyat sahəsində idi, həm dost mərkəzinin istifadəyə verilməsində işə qəbul olunmuş yeni işçilər idi və eyni zamanda bu sosial layihələr səfər zamanı həm dost mərkəzinin açılışı, həm yeni avtobusların, müasir avtobusların dövrəyə buraxılması, həm eyni zamanda sosial evlərin artıq təməl atma mərasiminin keçirilməsi, bütün bunlar Naxçıvanın gələcəkdə sosial rifah vəziyyətinin, sosial siyasətin uğurlu icrasının məntiqi yekunudur və təbii ki, bu sosial layihələrin biz gələcəkdə daha böyük nəticələrini gözləyirik. Heç təsadüfi deyil ki, 12 avqust sərəncamında da yenə bir sıra məsələlərlə yanaşı Naxçıvan əhalisinin sosial vəziyyətini yaxşılaşdırması ilə bağlı bir sıra mühüm amillər nəzərdə tutulmuşdur və verilən tapşırıqlara əsasən artıq Naxçıvanda rayonlar arası yeni avtobus marşrutlarının açılması, bu 120-dən artıq məntəqə üçün nəzərdə tutulmuş yeni marşrutlardır ki, bunlar da həm əhalinin deməli rayonlar arası daşımasını rahatlaşdıracaq, həm qeyd elədiyiniz kimi yeni iş yerlərinin açılmasını təmin edəcək və eyni zamanda bu layihələrlə yanaşı Naxçıvanda yeni ehtiyacı olan avtomobil yollarının bu təxminən 420 kilometr müxtəlif kateqoriyada yolları əhatə edir ki, bu yolların tikintisi və təmirinin də nəzərdə tutulması həm kommunikasiyanı rahatlaşdıracaq, əhalinin rayonlar arası hərəkətinə böyük təsir olacaq, həm də 420 kilometrlik məsafədə dikiləcək, inşa olunacaq, təmir olunacaq yollarda yeni iş yerlərinin açılması məsələsi nəzərdə tutulacaq və bununla yanaşı bilirsiniz ki, sosial layihə kimi məktəbə qədər infrastrukturun yaradılması, yəni uşaq bağçalarının sayının artırılması ilə bağlı verilən tapşırıqlar əlbəttə ki, gələcəkdə bu da əhalinin sosial rifahı və humanitar layihələrdən biri kimi Naxçıvan əhalisinin rahatlığı və eyni zamanda yeni iş yerlərinin açılmasını şərtləndirən başlıca amillərdən biridir. Və Naxçıvanın strateji və iqtisadi inkişafı birbaşa insanların gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılması ilə tamamlanmalıdır mesajı burada verildi, əvvəldən qeyd elədiyim kimi. Əslində cənab prezident hər zaman, çox üzr istəyirəm Elbrus müəllim, cənab prezident hər zaman vurğulayır ki, bizim siyasətimizin mərkəzində Azərbaycan Respublikasının vətəndaşı dayanır və Naxçıvana səfər də elə bunu bir daha təsdiq etmiş oldu. Tamamilə doğrudur. Qeyd elədiyim kimi bütün bu layihələr açılış təməl qoyma mərasimləri 12 avqustda
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzalanmış sənəd bütövlükdə bu sənədin bütün mahiyyəti bundan ibarətdir. Bu insan mərkəzli bir sənəddir. İnsanların sosial rifahını yüksəldəcək sənəddir. Yeni iş yerləri yaradılması üçün nəzərdə tutulmuş sənədlərdir ki, bunlar da gələcəkdə Naxçıvan əhalisinin rahatlığına, Naxçıvan əhalisinin güzaranının daha da yaxşılaşdırılmasına xidmət missiyasını həyata keçirir. Nizat müəllim, burada ən ciddi məsələlərdən biri Cənab Prezidentin səfəri vaxtı bizim milli mənəvi dəyərlərimizə istiqamətli tapşırıqların verilməsi və yeni layihələrin icrası ilə bağlıdır. Bu, bilirsiniz, bizim tarixi mədəni irsimizlə bağlı məsələlərdir. Yəni, həm ölkə başçısı, həm birinci vitse-prezident Möminə Xatun abidəsinin təmirinin gedişi ilə maraqlandı, yeni tapşırıqlar müəyyənləşdirildi. Bilirsiniz ki, Möminə Xatun abidəsi Türk İslam mədəniyyətinin unikal abidələrindən biridir və Əcəmi yaradıcılığının günümüzə gəlib çatmış, yeganə, salamat çatmış tarixi memarlıq abidəsidir. Hansı ki, bu abidə özlüyündə həm bütövlükdə Azərbaycan milli mənəvi dəyərlərinin daşıyıcısı kimi bizim üçün vacibdir, həm də eyni zamanda Naxçıvan memarlıq məktəbinin əzəmətini göstərir. Heç təsadüfi deyil ki, həm Möminə Xatun abidəsinin bərpası işlərinin davam elətdirilməsi üçün Cənab Prezidentin imzaladığı sərəncam və ayırdığı vəsait, eyni zamanda dünya memarlığı üçün çox önəmli simalardan biri olan Türk İslam memarlığının ən usta sənətkarlarından biri olan Əcəmi Əbubəkir oğlu Naxçıvaninin 9 illik yubileyin keçirilməsi ilə bağlı verilmiş tapşırıqlar və səfər zamanı Memar Əcəminin əzəmətli heykəlinin, abidəsinin açılışı və açılış zamanı Cənab Prezidentin, Mehriban xanımın orada həm memarlarla, həm Möminə Xatun abidəsinin konservasiya işlərinin həyata keçirilməsi ilə bağlı baxış zamanı verdiyi tapşırıqlar bunu deməyə əsas verir və bunu şərtləndirir ki, ölkə prezidenti Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, Naxçıvan əhalisinin məşğulluğunun təmin olunması, Naxçıvan əhalisinə nəqliyyat, enerji, təhlükəsizliklə yanaşı, eyni zamanda milli mənəvi dəyərlərimizin, tarixi abidələrimizin qorunmasının prioritet olduğunu bir daha bu səfəri zamanı ortalığa qoydu. Çünki Naxçıvan bilirsiniz ki, tarixi abidələrlə zəngin bir bölgədir. Naxçıvan tarixi Azərbaycan Atabəylər Dövlətinin paytaxt şəhəri kimi öz unikal abidələri ilə şərq-qərb o dövrün səyyahlarını, tacirlərini heyrətləndirən möhtəşəm bir şəhərsalma mədəniyyəti nümunəsidir və bütün bu dəyərlərimizi Cənab Prezident bu qədər böyük maştablı işlərin içərisində, bu qədər geniş geostrateji, əhəmiyyətli tədbirlərin içərisində Cənab Prezidentimiz bu məsələni də unutmadı və bu məsələni nəinki unutmadı, bu məsələnin gələcək prioritet kimi müəyyənləşdirdi ki, bütün inkişafın eyni zamanda fövqündə, iqtisadi inkişafımızın təməlində dayanan ciddi dəyərlərdən biri bizim milli mənəvi dəyərlərimizdir, bizim tariximizdir, tarixi abidələrimizdir. Əslində bu birbaşa həm də turizm imkanlarının inkişaf elətdirilməsinə şərait yaradır, deyilmi Elbrus? Bəli, bu bizim tarixi turizmimizin dünya nümayişi idi. Əslində bu səfərin verdiyi bizə istiqamətlərdən biri də Naxçıvanın gələcək turizm potensialından səmərəli istifadəsi ilə bağlıdır. Naxçıvan eyni zamanda bilirsiniz ki, zəngin turizm potensialı olan Azərbaycanımızın bölgələrindən biridir. Burada həm tarixi turizm, həm dini turizm, həm ekoturizm, həm dağ turizminin inkişafı üçün münbit imkanlar var. Və bu imkanları artıq bundan sonra Naxçıvan həm nəqliyyat, həm enerji, həm də turizm potensialını önə çıxaran bir bölgə kimi öz resurslarından səmərəli istifadəni nəzərdə tutmalıdır və heç təsadüfi deyil ki, bu səfər zamanında Cənab Prezident Naxçıvanda gələcək turizm imkanlarının yaradılması ilə bağlı layihələrin də icrasını həyata keçirdi. Bilirsiniz ki, səfər zamanı Naxçıvanda daha çox ehtiyac olan, turistlər üçün daha çox tələbatı yaradan mehmanxana infrastrukturunun yaradılması ilə bağlıdır ki, Cənab Prezident bu səfərində Naxçıvan mehmanxana kompleksinin təməlatma mərasimində iştirak elədi. Bunun özü də gələcəkdə Naxçıvanın artıq geniş maştablı turist qəbulu imkanlarının artırılması
tapşırığı idi, artırılması mesajı idi. Aidiyyatı qurumlar və bütün Naxçıvan əhalisi bundan sonra Naxçıvanın xüsusilə Zəngəzur dəhlizi məsələsi həll olunandan sonra heç şübhəsiz ki, Naxçıvan çox geniş şərqdən və qərbdən gələn böyük turist axınına hazır olmalıdır. Çünki Naxçıvan bunun üçün əlverişli coğrafi, təbii, turistik imkanlara malik olan bir bölgədir. Məhz bu baxımdan turizmin prioritet elan olunması da səfərin əsas mahiyyətini izah edən, yadda qalan, istiqamət verici bizə bir tapşırıqdır ki, Naxçıvan gələcəkdə həm də turizm zonası kimi dünyaya açılmalıdır. Naxçıvanın səfər zamanı cənab prezidentimizin müəyyənləşdirdiyi məsələlərdən biri, aydınlıq gətirdiyi suallardan biri Naxçıvandakı idarəçilik modeli ilə bağlıdır. Cənab prezident öz müsahibəsində Naxçıvandakı yeni idarəçilik modelinin Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanın vahid konsepsiya şəklində yeni idarəetmə formasında inkişafının artıq açıqlamasını verdi və bu deməkdir ki, gələcəkdə Zəngəzur dəhlizi məsələsindən sonra əlbəttə ki, buradakı Naxçıvanın muxtariyyət statusu saxlanılmaqla Naxçıvan ərazisi Şərqi Zəngəzur, Qarabağla bərabər vahid bir idarəetmə konsepsiyası şəklində deməli, gələcəkdə idarə olunacaq və orada xüsusi vurğuladı cənab prezident öz müsahibəsində ki, Şərqi Zəngəzur və Qarabağda qurulmuş xüsusi nümayəndəlik modeli gələcəkdə Naxçıvan da buna əlavə olunmaqla vahid konsepsiya şəklində idarə olunması planlaşdırılır ki, bu da Naxçıvanın gələcək idarəetmə imkanları və perspektivlərini aydınladan bir açıqlama idi. Təbii ki, burada hamının gözlədiyi məsələlərdən biri Naxçıvan muxtariyyatı ilə bağlı məsələ idi. Cənab prezident öz müsahibəsində Naxçıvanın yeni idarəçilik modelində muxtariyyatı saxlanılacaq və bu muxtariyyatın saxlanması məsələsi də burada ayrıca qeyd olundu. Elbrus müəllim, Naxçıvan həm də tələbə kampusu ilə, yəni universitet kampusu ilə də diqqət mərkəzindədir və cənab prezidentin səfəri zamanı bu məsələ də diqqət mərkəzində saxlanıldı. Hansı ki, Naxçıvanda 1000 yerlik tələbə yataqxanasının tikilməsi ilə bağlı bir təklif vardı və eyni zamanda bura maliyyə ayrılıbdır. Gələcək perspektivdə nələr gözlənilir? Biz böyük minnətdarlıq və təşəkkür hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçımız bu səfərdə bu qədər geniş masştablı işlər içərisində təhsili, gənclərin sosial məişət qayğılarını da imzaladığı sənəddə öz əksini tapdı. Belə ki, bilirsiniz, 12 avqust tarixli Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə bağlı əlavə tədbirlər haqqında imzalanmış sənəddə Naxçıvan Dövlət Universiteti üçün 1000 yerlik tələbə yataqxanasının tikilməsi məsələsi öz əksini tapıb. Bu mən sizə deyim ki, müstəqillik dövründə Azərbaycan ali təhsil sistemində bu genişlikdə ilk yataqxana kompleksidir ki, cənab prezidentin xüsusi sərəncamı ilə bu kompleksin tikilməsi deməli təsdiqləndi. Bilirsiniz ki, bu ayrılmış 258 milyon vəsaitin 25 milyonu məhz bu yataqxana kompleksinin tikilməsi üçün nəzərdə tutulubdur. Bütövlükdə bu sənəddə yataqxana kompleksi məsələsinin nəzərdə tutulması yenə də cənab prezidentin gələcəkdə Naxçıvan gənclərinin, Naxçıvanda təhsil alan gənclərin sosial qayğılarının, onlara buradakı təhsilin əlçatanlığı və rahatlığını təmin eləyəcək bir sənəd kimi bu gün bizi böyük minnətdarlıq hissi ilə biz bunu qeyd eləməliyik. Bu öz-özlüyündə onu deməyə əsas verir ki, bundan əvvəl dediyimiz Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı böyük layihələrin idarə olunması üçün geniş kadr potensialı və müasir bacarıqları olan kadr ehtiyacları burada gələcək prioritetlər içərisindədir. Bu kadr hazırlığı məsələsi də bilirsiniz ki, Naxçıvan Dövlət Universitetinin əsasən üzərinə düşən vacib tapşırıqlardır ki, biz bu tapşırıqları məsuliyyətlə icra eləmək öhdəliyini götürmüşük ki, bu qədər dövlət başçısının qayğısı ilə yaradılmış yeni infrastruktur layihələri idarə eləmək üçün əlbəttə ki, müasir bacarıqlara sahib olan, müasir dilləri bilən və daha çevik idarəçilik qabiliyyətinə malik olan, yeni dövrün tələblərinə uyğunlaşa bilən müasir kadrlar hazırlanmalıdır. Məhz bu kadrların hazırlanması da Naxçıvan Dövlət Universitetinin öhdəliyidir. Yataqxana kompleksi bu gün Naxçıvan Dövlət Universitetinin ən çox ehtiyac duyduğu məsələlərdən biri idi. Onu qeyd eləməliyim ki, hazırda dövlətimizin qayğısı və dəstəyi ilə
Naxçıvan Dövlət Universitetinin kampus üçün yaradılmış yeni imkanlar sayəsində Naxçıvan Dövlət Universitetinin tələbə kontingenti 12.000 nəfərə çatdırılıb. Bu, yaxın 5 ildə 2 dəfə artım deməkdir. 2020-ci ildə əgər Naxçıvan Dövlət Universitetində 6.000 nəfər tələbə təhsil alırdısa, bu gün artıq 12.000 nəfərə çatdırılıb bu rəqəm. Sevindirici hal ondan ibarətdir ki, Naxçıvan Dövlət Universiteti blokadada olan Naxçıvan Muxtar Respublikasında yerləşməsinə baxmayaraq, bu tələbə artımı dinamikasında əcnəbi tələbələrin faizi və Azərbaycanımızın digər bölgələrindən gələn tələbələrimizin faizi müsbət dinamika ilə inkişaf edir. Yəni, son 5 ildə Naxçıvan Dövlət Universitetində əcnəbi tələbələrin sayı 2 dəfə artıb. Əgər 2020-ci ildə əcnəbi tələbələrimizin sayı 1000 nəfərə yaxın idisə, artıq bugün əcnəbi tələbələrimizin sayı 2000-ə yaxınlaşıb. 2 dəfə əcnəbi tələbələrimizin sayı artırılıb. Əgər 2020-ci ildə Naxçıvan Dövlət Universitetində cəmi 6 dünyanın 6 xarici ölkəsindən əcnəbi tələbə təhsil alırdısa, bugün bu ölkə fərqliliyi, ölkə sayı 35-ə çatdırılıb. Yəni 35 fərqli ölkədən 2000-ə yaxın əcnəbi tələbənin təhsil aldığı bir universitet, eyni zamanda ölkəmizin müxtəlif bölgələrindən 3000 nəfərə yaxın Naxçıvandan olmayan, ölkəmizin digər rayonlarından olan tələbələrin Naxçıvan Dövlət Universitetinə təhsil alması, təxminən 5000 nəfərə yaxın tələbəmizin eyni zamanda yataqxana ehtiyacını formalaşdırır. Belə bir ehtiyac olduğu bir dövrdə Cənab Prezidentin 1000 yerlik tələbə yataqxanasının tikilməsi ilə bağlı verdiyi sərəncamda bu yataqxana tikintisinin öz əksini tapması tələbələrimizin bu günlər ərzində çox böyük sevincinə səbəb olub. Əslində Naxçıvanın beynəlxalq statusunun genişlənməsi ilə bərabər ENDU-nun da imkanları genişlənir. Əslində mən sizə deyim Nicat müəllim, bu da əslində Naxçıvanın gələcəkdə beynəlxalq gücünün, regional iqtisadi gücünün artırılması həlqəsinə daxil olan, o zəncirə daxil olan bir inkişaf göstəricisidir, inkişaf prioritetidir. Ona görə ki, Naxçıvan gələcəkdə Naxçıvanın regional iqtisadi gücə çevrilməsi, bura xarici investorların cəlb olunması deməkdir, buraya beynəlxalq diqqətin artırılması deməkdir. Buradakı yeni nəqliyyat, kommunikasiya imkanları Naxçıvana turist potensialını artırmaq, turizmin bütün növləri ilə yanaşı təhsil turizmində inkişafı deməkdir. Və xüsusilə Mərkəzi Asiya, Türkiyə və Naxçıvan bu marşrutda Türk dünyası üçün önəmli bir regiona çevrilən Naxçıvanda əlbəttə ki, öz-özlüyündə bizim əcnəbi tələbələrimizin sayının artım tempinə inkişafı proqnozunu verir və bu gələcək bu artım dövrünə Naxçıvan Dövlət Universitetinin hazırlaşmağı üçün Cənab Prezidentin bu sərəncamı, Cənab Prezidentin bu sərəncamda Naxçıvan Dövlət Universitetinə tələbə yataqxanası tikilsin tapşırığı ayırdığı vəsait əvəz olunmaz bir vəsaitdir və bizim üçün böyük məsuliyyətdir ki, biz bu 1000 yerlik tələbə yataqxana kompleksini qısa vaxtda çevik və eyni zamanda qaydalara uyğun idarə olunan formada biz tamamlayıb təqdim eləməliyik. Bugün bu xəbəri eşidən artıq 2 gündür bizim həm əcnəbi, həm ölkəmizin digər rayonlarından olan tələbələrimizin bizə artıq çox saylı sualları ünvanlanır. Tələbə yataqxanamız nə zaman hazır olacaq? Qeyd edeyim ki, Naxçıvan Dövlət Universitetinin mövcud tələbə yataqxanası 467 yerlik tələbə yataqxanasıdır. Bu bizim ehtiyaclarımızı çox az bir hissəsini qarşılayırdı. Amma artıq bu 1000 yerlik tələbə yataqxana kompleksi demək olar ki, mövcud vəziyyətdə bizim yataqxanaya olan ehtiyacımızı demək olar ki, böyük hissəsini tamamlayır və özdə bu yataqxana kompleksi ən müasir yataqxana kompleksi kimi nəzərdə tutulur. Bunun içərisində tələbələrimizin sosial məişət qayğılarının həll olunması üçün yeni infrastrukturların yaradılması, onların asudə vaxtının təşkil olunması, onların idman fəaliyyətinə cəlb olunması, onların oxuması üçün yataqxana kompleksində yeni oxu zallarının, kitabxanaların nəzərdə tutulması, internetdə qoşulu otaqların, elektron kitabxanadan istifadə üçün imkanların yaradılması gələcəkdə bu yataqxanamızı tələbələrin yaşayacağı unikal bir tələbə evinə çevrilməsi istiqamətində atılmış bir addımdır. Biz çox böyük minnətdarlıqla bunu vurğulamaq istəyirik ki, Naxçıvan Dövlət Universitetinin ən böyük ehtiyacı olan bir sahə məhz bu səfər çərçivəsində tamamlandı. Nicat müəllim, qeyd eləməliyəm ki, demək olar hər il ardıcıl olaraq ölkə başçısının
müxtəlif sərəncamlarında, fərmanlarında Naxçıvan Dövlət Universitetinə aid xüsusi bəndlər vurğulanır. Bundan öncə bilirsiniz ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının 2023-27-ci illərə dair sosial inkişafına dair dövlət proqramında da Naxçıvan Dövlət Universitetinin inkişafı prioritet istiqamətlərindən biri kimi müəyyənləşibdir. Naxçıvan Dövlət Universiteti üçün yeni bir kampusun tikilməsi nəzərdə tutulub bu dövlət proqramı çərçivəsində. Tibbi tədqiqat klinikasının yaradılması nəzərdə tutulub və dövlət proqramı çərçivəsində Cənab Prezidentin böyük qayğısı və dövlət proqramı vəsaiti hesabına Naxçıvanda ilk dəfə Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dilli orta məktəb açılıb. Bu orta məktəb bilirsiniz Cambridge lisenziyalı orta məktəbdir. Artıq 2 ildir fəaliyyət göstərir. Görün nə qədər Cənab Prezident uzaq görən böyük məntiqlə bunları düşünüb ki, Naxçıvanın gələcəkdə bu böyük makroiqtisadi layihələrində Naxçıvanın beynəlxalq əlaqələrinin gücləndirilməsində və regional iqtisadi gücünə çevrilməsində gələcəkdə xüsusi bacarıqları olan gənclərə ehtiyac tələbatından məktəbin açılması. Naxçıvanda ilk dəfə ingilis dilli məktəb açıldı və bu məktəb artıq uğurla fəaliyyət göstərir. Və təbii ki, bütün bunlar Naxçıvan Dövlət Universitetində bundan öncə sadaladığım sahələr üzrə də yeni kadrların hazırlanması, xüsusi bacarıqları olan, süni intellektlə istifadə eləməyi bacaran, rəqəmsal bacarıqları olan, xarici dilləri bilən yeni kadrların hazırlanmasını şərtləndirən başlıca amillərdən biridir. Qeyd eləməliyəm ki, Nicat müəllim, bununla bağlı Naxçıvan Dövlət Universiteti artıq bir neçə il bundan qabaq müəyyən layihələrin icrasına başlayıb. Hansı ki, bunlar birinci növbədə yeni ixtisasların yaranması ilə bağlı olan layihələrdir. Qeyd eləməliyəm ki, son 5 ildə Naxçıvan Dövlət Universitetində 34 bakalavriat ixtisası, 40-dan artıq yeni magistratura ixtisasları yaradılıb. Hansı ki, sevindirici haldır ki, bu ixtisasların, yaranmış ixtisasların böyük əksəriyyəti məhz Cənab Prezidentin səfəri zamanı verdiyi tapşırıqlara uyğun olan ixtisaslardır. Məsələn, biz 5 il bundan qabaq Naxçıvan Dövlət Universitetində beynəlxalq ticarət və logistika ixtisasını açmışdıq. Bu il ilk məzunumuzu vermişik və gələcəkdə Naxçıvanın logistik sahələrdə olan kadr tələbatını ödəmək üçün bu ixtisas açılıb. O cümlədən Naxçıvan Dövlət Universitetində bu ixtisasların bakalavriatda 34 yeni ixtisasın, hansı ki bunlar son 5 ildə açılıb, 12'si ingilis dilli ixtisaslardır. Bunlar kompüter mühəndisliyi ixtisasıdır, bu elektronika mühəndisliyi ixtisasıdır, proseslərin avtomatlaşdırılması ixtisasıdır. Bu eyni zamanda Naxçıvan Dövlət Universitetində qeyd elədiyim kimi yeni yaranmış beynəlxalq ticarət və logistika ixtisasıdır, yeni aqrar ixtisaslardır. Bu il biz Naxçıvan Dövlət Universitetində bitki mühafizəsi ixtisası, torpaqşünaslıq, aqrokimya ixtisaslarının açılmasına nail ola bilmişik ki, bunlar da məhz bu qoyulan strateji hədəflər üçün kadr təminatını formalaşdıran əsas ixtisaslardır. O cümlədən magistratura səviyyəsində biotexnologiya, nanoelektronika, aqrar sahələrdə, şəhərsalma ilə bağlı, memarlıqla bağlı yeni ixtisaslar açılıb ki, məhz bunlar da Cənab Prezidentin səfəri zamanı müəyyənləşdirdiyi tapşırıqları icra eləmək üçün gələcəkdə kadr potensialının əsasını təşkil edəcəkdir. Mən burada xüsusi sevinirəm həm də Naxçıvanda yaranmış yeni sənaye parkına görə. Ona görə ki, yeni sənaye parkı bizim üçün çox ciddi bir təcrübə bazasıdır. Universitet sənaye işbirliyini daha da sürətləndirəcək. Bilirsiniz ki, universitet sənaye işbirliyi bugün dünya universitetlərinin reytinqlərini müəyyənləşdirən əsas indikatorlardan biridir və biz həm də şanslıyıq ona görə ki, dünyanın bir sıra universitetləri universitet sənaye işbirliyini prioritet kimi önə çıxarır. Biz bugün çox şanslıyıq ki, universitet sənaye dövlət hökumət işbirliyini, buna Triple Helix forması deyirlər, bunu önə çıxara bilirik. Bu nədir? Biz sadəcə sənayədən yox, əsasən dövlətdən dəstək alan ali təhsil müəssisəsiyik. Və elə bu dövlətin dəstəyi ilə yaranmış yeni sənaye parkı da Naxçıvan Dövlət Universitetinin tələbələri, məzunları üçün həm ciddi bir təcrübə bazası, həm gələcəkdə bir iş yeri deməkdir. Bilirsiniz ki, biz bir neçə ildir Naxçıvan Dövlət Universitetinin 2021-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin kampusunda texnologiyalar parkının tikilməsi ilə bağlı işlərə başlamışıq. Bu, bizim kampusumuzun 4 hektar ərazisini əhatə eləyir. Bu texnoparkın inşası davam elətdirilir və çox ümidliyik ki,
biz yaxın gələcəkdə, yaxın illərdə Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkı istifadəyə verildikdən sonra Naxçıvan Sənaye Parkı ilə birlikdə bircə böyük layihələri icra edə biləcəyik. Naxçıvan Sənaye Parkı Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasları üçün. Çünki bayaq da qeyd elədim ki, bu sənaye parkında eyni zamanda enerji istehsalı, yəni istilik elektrik stansiyasının da Naxçıvan Sənaye Parkı çərçivəsində deməli qurulması nəzərdə tutulub. Burada həm bizim energetika ixtisası üzrə təhsil alan tələbələrimiz, həm ekologiya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrimiz, həm elektrik elektronika mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrimiz, proseslərin avtomatlaşdırılması ixtisası üzrə tələbələrimiz, meliorasiya ixtisasında təhsil alan tələbələrimiz məhz bu yaradılmış yeni imkanlardan həm təcrübə bazası kimi istifadə edəcəklər, həm də eyni zamanda gələcək iş yerləri deməkdir. Və bu gün bizim məzunlarımız çox böyük sevinç hissi ilə qarşılayırlar bu səfəri. Həm də ona görə ki, Naxçıvan məzunları üçün yeni iş yerləri açıldı. Hansı ki, əvvəlcədən bunların bir çoxu yeni yaradılmış iş yerləridir. Həm energetika məzunları üçün, həm meliorasiya məzunları üçün, həm kənd təsərrüfatı ixtisası məzunları üçün bu yeni iş yerləri mən düşünürəm ki, gələcəkdə Naxçıvan Dövlət Universitetində tələbə qəbuluna da öz müsbət təsirini göstərəcək. Çünki tələbə qəbulu zamanı valideynlərin və abituriyentləri düşündürən məsələlərdən biri onların gələcək iş yerləri ilə bağlı məsələlərdir ki, məhz bu səfər və 12 avqust sənədi Naxçıvanın sosial-iqtisadi inkişafında nəzərdə tutulan məsələlər Naxçıvan Dövlət Universitetinin gələcək məzunlar üçün birbaşa iş yeri deməkdir, birbaşa təcrübə mərkəzi deməkdir və birbaşa təcrübə mübadiləsi deməkdir. Biz çox əminik ki, yaradılmış bu imkanlar Naxçıvan Dövlət Universitetində yeni Naxçıvan üçün yeni universitet modelini ortaya qoyacaq. Çünki yeni Naxçıvanın tələblərini biz əsas götürüb ixtisaslarımızı dizayn eləməliyik. Yeni Naxçıvanın quruculuq prosesini əsas götürüb yeni laboratoriyalar yaratmalıyıq, yeni mərkəzlər açmalıyıq. Və qeyd edeyim ki, bu mərkəzlərin, bu laboratoriyaların artıq böyük bir qismi açılıb. Və qeyd eləməliyəm Nicat müəllim, biz beynəlxalq təcrübəni də öyrənirik. Çünki bu layihələr, Cənab Prezidentin müsahibəsi və imzalanmış fərmanlar, sərəncamlar gələcəkdə eyni zamanda insan kapitalının sağlam, bacarıqlı insan kapitalının formalaşmasını qarşımıza məqsəd kimi qoyur. Və beləliklə Naxçıvanı sevən, Naxçıvanda yaşamağa hazır olan, Naxçıvanı idarəçiliyində iştirak eləmək, Naxçıvandakı layihələrini gerçəkləşdirmək istəyən yeni bir nəslin formalaşdırılması da bu yeni Naxçıvanın qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Və buna görə də biz istəyirik ki, həm Naxçıvanı başa düşən, Naxçıvanı sevən və eyni zamanda dünya səviyyəli bacarıqları olan kadrlar Naxçıvanda işləməli gələcəkdə. Nə etməliyik? Bunun üçün biz mübadilə proqramlarına, ikili diplom proqramlarına olan diqqətimizi artırmalıyıq. Biz bu səfərdən sonra qarşımıza məqsəd qoyduq ki, həm də bu səfərdən irəli gələn, bu tapşırıqlardan, sərəncamlardan irəli gələn məsələləri Naxçıvan Dövlət Universiteti öz strateji inkişaf planında öz əksini tapsın. Biz strateji inkişaf planımızı sentyabr ayından etibarən yeniləməyi düşünürük. Bu strateji inkişaf planında Cənab Prezidentin səfəri zamanı qarşıya qoyduğu məqsədlər öz əksini tapacaq və buradakı kadr hazırlığı öhdəliyini məsuliyyətlə yerinə yetirmək üçün məhz biz strateji hədəflər müəyyənləşdirəcəyik. Məsələn, yaşıl enerji tədqiqat mərkəzi açmağı düşünürük, süni intellekt tədqiqat mərkəzi artıq yaratmışıq və biz eyni zamanda nəqliyyat, turizm sahəsində də yeni tədqiqat mərkəzləri formalaşdırmağı düşünürük. Naxçıvan Dövlət Universiteti bütün bu proseslərə müşahidəçi qismində iştirak eləmək istəmir. Bizim hədəfimiz bundan ibarətdir ki, biz bu inkişaf prosesinin mərkəzində dayana bilək. Naxçıvan Dövlət Universiteti bu inkişafın intellektual sahəsini idarə eləyə bilsin. Naxçıvan Dövlət Universiteti gələcəkdə yeni regional iqtisadi güc olan Naxçıvanda yeni model universitet kimi qurula bilsin. Naxçıvan Dövlət Universitetinin professor müəllim heyəti bu layihələrdən irəli gələn tapşırıqları icra eləmək üçün iş dünyası ilə birgə çalışsın. Onların elmi tərəfdən bu layihələrin icra olunmasına dəstək olsun. Tələbələrimiz praktik tərəfdən bu prosesdə iştirak eləsin. Bunlar Naxçıvan Dövlət Universitetinin gələcək inkişafını şərtləndirən çox böyük amillərdir ki, biz gələcək hədəflərimizdə biz bunları nəzərdə tutmuşuq. Təbii ki, Naxçıvanın dediyim kimi nəqliyyat, logistika sahəsində elmi dəstək üçün,
Kadr hazırlığı üçün bizim ayrıca proqramlarımız olacaq. Bu sahədə yeni mütəxəssislərin hazırlanmasını təmin edəcəyik. Biz beynəlxalq təcrübəni öyrənmək üçün artıq bir sıra qardaş Türkiyənin 80-ə yaxın universiteti ilə, bir sıra Avropa ölkələri universiteti ilə, məsələn bizim kompüter mühəndisliyi ixtisasımız ingilis dilində Macarıstanın Neyman Universiteti ilə 2 il diplom proqramını icra eləyir. Biz ötən ildən başlayaraq Çinlə aktiv fəaliyyətə başlamışıq və çox sevindirici haldır ki, biz Çin universitetləri ilə məhz elə bu prioritet sahələrdə əməkdaşlığı hədəfləmişik. Nəqliyyat sahəsində, turizm sahəsində, biz deməli logistika sahəsində Çin universitetləri ilə, xüsusilə Çindəki Urumçi Universiteti ilə belə bir əməkdaşlıq memorandumunu imzalamışıq. Hazırda bizim tələbələrimiz və müəllimlərimizin bir hissəsi Çində təcrübə səfərindədirlər, yay stajındadırlar. Oradakı stajlardan biri də məhz nəqliyyat, turizm, enerji sahəsində Çin təcrübəsini öyrənməkdən ibarətdir. Bunun üçün biz Urumçidəki yenə Peşə Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalamışıq. Bu Peşə Universitetində həm ixtisas artırma, həm yenidən hazırlanma, həm tələbə-müəllim mübadiləsi proqramlarının icrasına başlamışıq. May ayından bu günə qədər Naxçıvan Dövlət Universitetinin 100-ə yaxın əməkdaşı Çinin müxtəlif universitetlərində təcrübələr keçiblər. Hazırda da davam eləyir. Sentyabrın 15-nə qədər bizim tələbə və müəllimlərimizin Çin təcrübə proqramları davam eləyəcək. Əminik ki, biz gələcəkdə bu layihələrin idarə olunmasında tələbələrimizin Çinlə, qardaş Türkiyə universitetlərində öyrəndikləri təcrübələrdən yararlanacağıq. İndi biz universitetimizin texnologiyalar parkı ərazisində biotexnologiya laboratoriyası qururuq. Bu biotexnologiya laboratoriyası Türkiyənin qabaqcıl universitetlərindən, top universitetlərindən olan Yıldız Texnik Universiteti ilə birgə qurulur. Bu yaxınlarda bizim böyük bir heyət Yıldız Texnik Universitetinə ezam olunmuşdur. Sentyabr ayında Yıldız Texnik Universitetində universitetimizə qarşılıqlı səfər olacaq və biz biotexnologiya laboratoriyasını qurmaqla gələcəkdə Naxçıvanın aqrar sektorunun inkişafına da öz töhfəmizi verməyi planlaşdırırıq. Belə görünür ki, Elbrus müəllim 17-ci səfər həm Endu üçün, həm Naxçıvanımız üçün olduqca uğurlu bir səfər idi və gələcək belə deyək, reallıqlar bir daha göstərəcək ki, Azərbaycan Respublikasının prezidentinin siyasətinin mərkəzində məhz Azərbaycan Respublikasının vətəndaşı dayanır. Təşəkkür edirəm, çox sağ olun. Bu müddət ərzində bizlə oldunuz. Məhz səfərin müxtəlif parametrlər üzrə biz müzakirə edə bildik. Minnətdaram. Çox sağ olun. Sonunda bəli, hörmətli tamaşaçılar, bir daha qeyd etmək lazımdır ki, Elbrus müəllim də qeyd etdiyi kimi artıq yeni Naxçıvana yeni hədəflər gözləyir və bu hədəflər birbaşa hər bir Naxçıvan sakinini eyni zamanda ümumi səviyyədə ölkə vətəndaşını maraqlandırır və Naxçıvan artıq beynəlxalq bir haba çevrilir. Sağ olun, növbəti efir vaxtında görüşənədək.